Herkese salamlar. Bugün danışmaq istədiyim mövzu ilk dəfə bir video çəkirəm. Doktorantura haqqında danışmaq istəyirəm. Ümumiyyətlə doktoranturaya hazırlıq planı, ingilis dilini necə öyrənmək lazımdır? Bugünkü danışacağım mövzu listeninglər üzərindədir. Birinci dilin strukturunda listeninglər 2 dənə listening olur və hər birində 5 suallıq variantlı suallar olur. A, B, C, D variantı. Və bilirik ki, dim strukturlu imtahanlarda suallar ardıcıl deyil də qarışıq səsləndirilir. Ona görə də biz listening edərkən bəzi nüanslara fikir verməliyik. Məsələn, bir sayt deyim, British Consul'un saytıdır ki, burada səviyyəmizə uyğun testlər tapmaq olar. Həmçinin listeninglər etmək var. Mən B2 səviyyəli bir listening açmışam. Burada İlk tövsiyəm belə bir şey deyim ki, listeningləri etməzdən əvvəl suallarla tanış olmaq sizin üçün avantajdır və əlavə olaraq da listening səviyyəsi dinləmə bacarığı nisbətən yuxarı olan şəxslər listeningləri birinci dinləmədə sadəcə qulaq asmaqlarını məsləhət bilirəm. O o listening haqqında ideya yığmaqları üçün. İkinci dinləmədə isə suallara sırayla izləyib cavab tapmaq onlar üçün yaxşı ola bilər. Bundan əlavə bir dənə də sayt deyə bilərəm ki, sllanguage.com-dur ki, burada səviyyəmizə uyğun testlər vardır. Amma təəssüf ki, burada fərqli bir şey budur ki, suallar sırayla səsləndirilir. Amma yenə də sözlərin düzgün tələffüzünü tutmaq üçün bu saytların sizin imtahanda tək doktorantura deyil də magistr imtahanı, həmçinin dim imtahanlarında uğurlu keçməyinizə kömək ola bilər. Dim imtahanlar haqqında belə deyə bilərəm ki, hər birinin bilirəm ki, 5 suallıq testli variantlardan ibarət olurlar. Ancaq magistr və doktoranturanın listeninglər demək olar ki, eyni zamanda bakalavr abituriyyentlər üçün necə olduğunu tam bilmədiyim üçün o haqqda məlumat vermək düzgün deyil məncə. Buna görə də bu listeninglər edərkən dediklərimə qulaq asmağı sizin üçün avantaj ola bilər. Məsələn, burada qulaq asaq. I have to make this chicken pie for dinner, and I don't know what I'm doing. Sorry, Chris, I don't have time. I have a huge assignment to do for college, and it has to be done for tomorrow. You're kidding. I'm counting on you. What's your assignment about? I can help you. Do you know anything about castles in Scotland? Yeah. Look, I can help you with that if you just show me what to do for this pie. Məsələn, gördüyünüz kimi burada suallar sırayla səsləndirildi. İndi videoda baxaq bunu və cavablara baxdıqda görürük ki, yazdıqlarımın hər ikisi düzdür. Yəni sizə tövsiyəm odur ki, gündəlik listening etmək istəyirsinizsə, ən sadə saytlarla, yəni daha doğrusu ən çox istifadə olunan saytlarla tanış ola bilərsiniz. Məsələn, adi listening tutalım B2 səviyyəsiniz, öz səviyyənizi yazırsınız. Test yazaq ki, testli olanlar gəlsin. Baxın, məsələn, testenglish.com burada çox gözəl sayt ki, burada həmçinin səviyyələrinə görə bu daha ağırdır ki, burada parafraz olunmuş listeninglər səsləndirilir. Sonra bu podkastlərdir ki, bunları da izləyə bilərsiniz. Tatış podkast listening testləri YouTube üzərindəndir. Cavablar da verilir videoda. Sonra Learn English British Consul'un saytıdır. Buradan da istifadə edə bilərsiniz. XM English var. Bu da çox gözəl saytlardan biridir. Bundan da istifadə eləmək olar. Həmçinin Practic English ki, burada isə ümumiyyətlə testlər qapalı şəkildə, yəni burada onlayn yazmaq olmur deyə siz dəftərə məsələn istifadə edib yaza bilərsiniz. Belə variantlı olurlar. Bunlar da nisbətən parafraz olunmuş olduğu üçün suallarla cavablar arasında tam da eynilik gözləməyin. Bəzən sinonimlər və ya oxşar mənalı sözlər çıxarıla bilər. Ona görə də ingilis dilindən ümumiyyətlə listening eləmək istəyirsə, yəni daha doğrusu listening bacarıqlarınızı nə üçün doktorantura, həmçinin magistr üçün olsun, gündəlik listening bacarıqlarınızı inkişaf etdirmək istəyirsinizsə, hər gün demək olar ki, gündəlik podkastlar dinləməyiniz daha yaxşıdır. Əgər magistr və ya doktorantura tipli imtahanlara hazırlaşırsınızsa, onda sizə tövsiyəm dimin öz magistr üçün və ya doktorantura üçün olan kitabçalarındakı testləri işləmək və əlavə olaraq isə məsələn listening testləri olan məsələn listening 101 vardır ki, kitabı ondan alıb testlərini istifadə edə bilərsiniz. Yəni bu çox gözəl sizin üçün motivasiya olacaq və daha yaxşı orada testlərindən işləyib öyrənə bilərsiniz ki, çünki dimin strukturuna hazırlıqlı olarsınız. Çünki belə deyə bilərəm ki, əgər ardıcıl testlər işlədiyiniz zaman sizə asan gələ bilər. Mən özümdən götürüm ki, məsələn, British Consul'dan tutalım test işləyirəm, görürəm hamısı düz olur, amma burada sıra